Deməli, belə. Mövzumuz qadın xoşbəxtliyidir. Dünyanın ən əsas və ən vacib mövzularından biri də Etibar müəllim. Deyim, qoy hamı bilməyənlər də bilsin. Çox vaxt olur ki, qadınların həyatda bəxti gətirmir. Ya iş sahəsində, ya ailə qurmaq sahəsində seçimi düzgün olmur və yaxud evlad baxımından öz enerjisini, öz bacardığı və bacarmadığı ömrünü, hər şeyini həsr edir evladına, amma görsən ki, evlad böyüyür, əks enerji qaytarır valideynə. Bütün bunların mən düşünürəm ki, günahkarı əslində biz özümüzük xanımlar. Çünki bütün bunların altında yalnız bir sir yatır. Özünü sevə bilmək sirri. Biz hər gün, hər saniyə Yaradana şükr etməliyik ki, biz qadın olaraq dünyaya gəlmişik. Çünki Yaradan yaratmaq sifətini məhz biz qadınlara bəxş eləyib. Biz Yaradanla bütövləşib dünyaya bir can yaradırıqsa, demək görün bizi Allah nə dərəcədə sevib seçir. Ona görə də biz özümüzün fərqinə varmalıyıq. Öz gözəlliyimizin, öz daxili auramızın, enerjimizin fərqinə varmalıyıq ki, o enerjini düzgün şəkildə kainata saça bilək. Bu mövzular haqqında daha ətraflı iyul ayının 25-i Nizami Kino Mərkəzində Etibar müəllimin təşkil etdiyi qadın seminarında hər birinizi gözləyirik. Daha ətraflı orada danışacağıq.